Əgər sən də feili bağlama və zərfi bir-birindən fərqləndirə bilmək istəyirsənsə, mütləq bu videonu sona qədər izlə. Deyir ki, o qaçaraq yanımıza gəldi cümləsində qaçaraq sözü feili bağlamadır, yoxsa zərfdir. Bunu tapmaq üçün sözün cümlədə işlənmə mövqeyinə fikir vermək lazımdır. Yəni necə fikir vermək lazımdır? Gəlin tapaq. Əgər o'dan sonra vergül işarəsi qoyulubsa, deməli bu söz feili bağlama yox, zərf olacaq. Biz demişik axı, o'dan sonra cümlədə feil gələrsə, feili sifətdən başqa, özündən sonra vergül işarəsi qoyulmaz. Əgər bu söz feili bağlama olsaydı, o'dan sonra vergül işarəsi qoyulmazdı. Ona görə qaçaraq sözü bu cümlədə feili bağlama yox, zərf olacaq. Bu birinci məsələ. İkinci bir məsələ isə vurğu məsələsidir. Qaçaraq zərfində vurğu sonuncu hezada olacaq, üçüncü hezada, qaçaraq. Amma feili bağlama kimi işlənəndə ikinci hezada olacaq, qaçaraq kimi tələffüz olunacaq. Bu da əsas məsələlərdən biri hesab olunur. Sonra, mən bunu sənə dönə-dönə demişəm. Nə qədər demişəm? Dönə-dönə demişəm. Dəfələrlə demişəm, yəni çox demişəm. Amma dönə-dönə sözü bəzən feili bağlama kimi də işlənə bilir. Necə işlənə bilir? Məsələn, deyə bilərik ki, maşın yolu dönə-dönə gedirdi. Araq ərəklə əvəz edirik, dönərək gedirdi. Burada feili bağlama olacaq, amma bu cümlədə dönə-dönə sözü dəfələrlə mənasına işləndiyinə görə miqdar zərfi olacaq və cümlədə miqdar zərfliyi vəzifəsində işlənir.